Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecmaîn. Allahumme accil ve likal harac. Deməli əzizlər, inşallah Allah ömür vəfa etsə, tövfiqatı ilə, izni ilə Surətdə, yəni əqaid mövzuları ilə bağlı dərslərə başlayırıq. Allah inayət eləsin ki, bunları da mərifətlə, ədəblə tamamlayaq inşallah. Təbii ki, tövfiqat da Allahdandır, qüdrət də Allahdandır. İnşallah ki, biz də ləyaqətimizlə çalışarıq ki, bunları sizə təhvil verək. Ümumiyyətlə, Allah Təbarək və Teala'nın dinini tanımaq hər bir kəs üçün bir zəruri əməldir. Və İmam Musa Kazım əleyhissalamdan bir mübarək hədisdə var. Həzrətin çox gözəl bəyanında olan kəlamlarından da hamısı gözəldir. Bu mövzu ilə bağlı bu məxsusi bir diqqətə layiq sözdür. Həzrət buyurur ki, vəcədtü ilmən nəsi fi ərbə əvvəluha أن تعرف ربك والثانية أن تعرف ما صنع بك والثالثة أن تعرف ما أراد منك والرابعة أن تعرف ما يخرجك من دينك. Bir insanların ilmini dört şeyde gördüm. Biri Rabbini tanıyasan, ki onun ikincisi odur ki onun sənin üçün nələr etdiyini biləsən, üçüncüsü budur ki səndən nə istədiyini biləsən, dördüncüsü budur ki nələri səni dindən çıxaracağını biləsən. Yəni dindən səni nələr çıxarır, onları öyrənəsən. Yəni İmam əleyhissalam insanlar üçün fayda və nicat verəcək olan elmləri dördə bölür ki axirət üçün çox mühümdür. Ki bilməlisən ki Allah var, onu yaradan var, yəni bütün yaradılanları yaradan var. Onu dildə, qəlbdə təsdiqləməlisən, bütün şərik qoşulanlardan uzaq tutmalısan. İstəyir o zehnində olsun, istəyir dilində olsun, istəyir əməli olsun, fərqi yoxdur. Və ki mahiyyət olaraq sənin necə yaratdığına, hansı güc qüdrətləri sənin ixtiyarına buraxdığına, dünyada sənə nə cür neymətlər verdiyinə, ki istəyir o sənə əta elədiyi ağıldan tutmuş, vücuddan tutmuş, sənin üçün göndərdiyi peyğəmbər və imamlardan olsun, səmavi kitablar olsun, hamısı ki özə vacib biləsən və şükürünü edəsən. Və həmçinin Həzrət bəyan eləməkdir ki, necə itaət etməli olduğu öyrənməlisən, Allaha necə itaət eləməlisən, bunu öyrənməlisən. Ki, mühüm budur elmdən, İmamın sözündə qəsdi ki, mahiyyət olaraqsa budur ki, Allaha nələri etdikdə Allaha qarşı səni dindən çıxardar. Yəni şərik qoşmaqdır, peyğəmbər imamları inkardır, vacibatları qəbul etməyib tərk etməkdir ki, bunlar səni dindən çıxarar. Yəni bu çox mühüm mövzudur ki, əqaidi mövzu ki, möminlər, insanlar bunları bilmələridir. Ona görə də Allah Təbarək və Teala kamilliyin dərk olunmaz zirvəsində olduğu üçün məxluqat onun varlığını olduğu kimi izah etməkdə də acizdir. Yəni yaradılmışlardan heç kəs onun əzəmət və qüdrətini dərk edə bilməz. Onun haqqında verilən təriflər, böyüklüyünü olduğu kimi bəyan edə bilməz və zehinlər, düşüncələr, şuurlar onun üçün düşünülən hər bir necəlikdən, hər bir sifətlərdən ucadır, müqəddəsdir, pakdır. Yəni Həzrət Əleyhisselamın ki, Nəhcül Bəlağədə xütbəsində var ki, tərif edənlərin onu layiqincə mət etməkdə aciz qaldığı Allaha həmd olsun. Cümlələrə var. Həzrət Əleyhisselamın Tohid xütbəsi var Nəhcül Bəlağədə. İmkanı olanlar onu oxusun. Çox əzəmətli və dəhşət ağılların həqiqətən aciz qaldığı kəlmələr işlədir Həzrət Əleyhisselam. Yəni, xülasə Həzrət Əleyhisselam çox əzəmətli bir vəsf edir. Böyle ki, onun nimətlərini saymaq istəyənlər sayıb qutara bilməzlər. Haqqını qaytarmağa çalışanlar onun nimətlərinin haqqını geri qaytara bilməzlər. Ağıl və fikir dəryasına gedənlər, enənlər onun zatının əslinə vara bilməzlər. Onun sifətlərinin həddi yoxdur. Və
ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs, əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış başlarını aşağı salan və ağılları yaradanların ən yaxşısını vəsf etməkdə aciz qalan Cəbraili, Mikaili və Allah dərgahına yaxın olan mələkləri ki, o qoşunu vəsf elə. Əgər sənin Allahı vəsf eləmək üçün özü ki, əziyyətə salmışsan, o zaman hələ bu mələk ordusudur, bu mələkləri bir vəsf edib görək nədir, kimdir, necədir. Ondan sonra keç Allah Taalanı vəsf edib, onu tanımaq üçün, dəqiq nöqtəsinə kimi bilmək üçün özünü zəhmətə sal. Yəni Allah Təbarək və Taalanın varlığı və mövcudluğu günəşin nur saçmağından daha aşkar olduğunu bir bunlarda çox dəlil də gətirməsində ehtiyacı yoxdur. Çünki gözlər onu əhatə edən dəlillərə şahidlik etməklə bütün bəyan və izahlardan ehtiyatsız olur. Ki, yaradılış aləmin ən aşkar varlığı Allah Taalanın vücududur. Elə bu səbəbdən də onu tanımaq bütün mərifətlərin ən üstünüdür. Ki, ağıl, düşüncə və zehinlərin ən yaxın olan onun varlığıdır. Yəni, bütün bu yaradılmış mücərrəd neymətlərə, ağıldır, düşüncədir, zehindir, təfəkkürdür. Bunlara ən yaxın Allahın varlığıdır. Düzdür, bəziləri bu həqiqətdən qəflətə düşüblər. Quran-ı Kərimdə Allah Taala da bunu bizə bildirir. Əfilləhi şəkkun, Allah haqqında şübhə edirsiniz. Yəni, mahiyyət budur ki, Allah Taala da bildirir ki, yəni, bəli insanlar var ki, şübhə edirlər. Bu şübhədədirlər. Və mahiyyət olaraq. Allah hətta Quran-ı Kərimdə Bəqərə surəsində məsələni vəsf eləyəndə buyurur ki, Bismillah, İnnə fi xalqis samavati vəl ardı və ixtilafil leyli və nəhəri və fulkil ləti təcrib fil bəhri bimə yənfə'un nas və mə ənzəlallahu minəs səma'i minən mə'in və əhya bihil ərda bə'dəl muvtiha. Allah Teala bu ki, həqiqətən də göylərin və yerin yaradılmağında, gecə ilə gündüzün bir-birinin əvəz olunmağında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, onun bütün heyvanları yer üzündə yaymağında, küləklərin istiqamətini dəyişdirilməyində, göy ilə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün ki, həqiqətən də yəni ağıl sahibi insanlar üçün dəlillər vardır, nişanələr vardır ki, lə'əyətin liqovmil yəqilun ki, ağıl sahibləri üçün, ağılı işlədən insanlar üçün orada nişanələr, dəlillər vardır. Həqiqətən də bu ayədə təəccüb yaradan varlıqlara həyat bəxş edənin, heyran edici məxluqatı yaradanın və onları idarə edənin varlığına təklikdə dəlil olmağa belə bəs edir. Ki, elə bir ayədir ki, göyləri və yerləri yaradanın mövcudluğu barədə bütün şəkləri aradan qaldırmaq üçün kifayət edir ağıl sahibinə. Yəni, kim bu ayənin çatdırmaq istədiyi həqiqətlər barəsində təfəkkür eləsə, tərəddüd eləmədən aləmlərin Rəbbi olan Allahı tanıyar və iman gətirər. Çünki Allah mesela Luqman suresi 10. ayədə də aydındır ki, Bismillah xalaqas semavati bi qeyri əmdin təravnəhə və ləqa fil ardı ravasiyə ən təmidə bikum və bəssə fiyhə min kulli dabbətin. Allah deyir, o göyləri yeri biləcəyiniz bir dərk olmadan yaradıb saxlayıb, yer sizi silkələməsin, zəlzəl olmasın, orada möhkəm dağlar qərar verib və ora cürbəcür heyvanlar yayıbdır, canlılar yayıbdır və biz göydən yağış yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Və yaxud da məsələn baxırsan bir başqa mübarək ayədə Ali İmran 190-da Allah deyir ki, həqiqətən də göylərin və yerin xəlq edilməyində gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər var. Nə qədər əzəmətli kəlmələrdir əslində. Əli əleyhissalamın mübarək kəlamı var Nəhcül Bəlağədə xutbədə deyir ki, Allah hər şeyi ən incə məqamlarına qədər düşünür, hər bir canlını fərqli özəlliklərdə yaradır, eyni şəkildə göy, hava, külək, su da belə ortaya çıxıb, günəş, aya, bitkiyə, ağaca, suya, daşa, gecə və gündüzün dəyişməyinə, dənizlərin qabarmağına, dağlara, hətta ləhcələrin müxtəlifliyinə, yəni danışıqların müxtəlif nəzər saldı. Ey bəndə, elə isə tədbir və təqdir edəni inkar edən təəssüflərin olsun.
ki, yəni bu insanlar ki inkar edir, ona qarşı çıxır, Allahı qəbul etmir. Bu adamlara təəssüflər olsun ki, gör belə bir şeyləri edən, yəni bunlara bir nəzər sal, sonra o yaradana qarşı çıx. Sən necə çıxa bilirsən? Halbuki Peyğəmbər sallallahu məşhur kəlamı da Həzrətin nəbəvi bir hədisdir ki, mən ərəfə nəfsə fəqət ərəfə Rabbəhu ki, hər kim özünü, nəfsini tanısa, Rəbbini tanıyır. Yəni, insan yaradılışı elə bir əzəmətlidir ki, dillər onu vəsf edilməkdə, ağıllar da dərkdə acizdir. Yəni, Allah Teala insanın yaradılışından söhbət açanda özü üçün Allah danışır, gəlir özünü vəsf edir. Orada Müminin surəsi 14-cüsdə deyir ki, Bismillah fətəbarəkəllahu əhsənul xaliqin. Yaradanların ən yaxşı olan Allah necə də bərəkətlidir. Həqiqətən də bu göstərməklədir. İndi burada xalq sözündə bəzi deyir ki, bu mənada görsün deyir, xaliqin dedim, başqa xalq edənlər də var. Xalq üç cürdür, əzizlər. Baxın, mən bunu bir haşi olaraq qeyd edeyim. Ömür vəfası bəlkə hafizəmizdən çıxmasa mövzunun davamı imamət mövzusunda da buna qeyd edərik. Yəni bu vətdə ki, xalq üç növdür. Əli Əleyhisselam kəlamında var. Ki bir var xalq, məsələn Allah təbarək və təala ki, yəni yaradır, yaşadır, məsələn bu mənada yaradır, xalqı təqdiridir, xalqı istihalidir. Bir də var xalqı sənayidir. Ki əvvəla bu xalq etmələrin ki iki növü Allaha məxsusdur. Yəni Allah Teala bir var yoxdan xalq edir. Allah təbarək və təala bir var ki, məsəl üçün yaratdı, onu nizama salır. Məsəl üçün ananın bətnində şəkilləndirir, formaya salır uşağı. İmam Əleyhisselamın kəlamında bunu yazır. Bir də var ki, insanın xəlq etməsi. Məsələn, Həzrət İsa Əleyhisselam Allah Quranda çəkilir. Məsələn, İsa Əleyhisselam deyir ki, mən məsəl üçün palçıqdan sizin üçün bir quş düzəldirəm. Ki, bu nədir? Yəni, amma deyir bir iznillah, yəni Allahın izni ilə. Bu cür növ xəlq etmək ki, insana da məxsusdur ki, ilahi şəxsiyyətlər bu xəlq etməni devir. Amma digər iki xəlq etməni yalnız və yalnız Allah təbarək və təala edir. İnsan üçün bu mümkün deyil. Xülasə, bu yəni yaradılışa biz baxsaq görürük ki, həqiqətən də necə bir əzəmətli xaliqimiz var. Özü üçün necə bir bəyan vurur ki, insan təfəkkür eləsin. Əleyhisselam deyir ki, inatçılar heç bir dəlilə əsaslanmadan, heç bir araşdırma aparmadan, əkilmədən yetişən bitki kimi olduqlarını güman edirlər. Deyir, heç ustasız bina, cinayətsiz cinayət ola bilərmi? İmam Musa Kazım Əleyhisselam da Kafidə keçən bir rivayətdə belə bir diyalog olur, dinsiz bir şəxsin bir zındığına ki, imama qeyd verir ki, o da sual verir ki, Allahın varlığı haqqında, vücudu haqqında dəliliniz. İmam orada misallar çəkir. Deyir, İnni ləmmə nəzərtu ilə cəsədi ələm yümkinni fihi ziyadətun və lə nüqsanun fil ardi və tuvli və dəf'il məkarihi ənhu. İmam deyir ki, bədənimə baxan zaman bədənimdə enine və uzunluğuna artıq və ya əksi bir şey olmadığını, ona qarşı olan zərərlərin qabağını da ala bilmədiyimi və faydalı şeyləri bədənimə yerləşdirə bilmədiyimi müşahidə elədim. Gördüm ki, bunların heç birini eləyə bilmirəm. Və deyir, o zaman başa düşdüm ki, əlimtu ənə lihəzəl bünyəni baniyən fəəqrartu bihi. Həzrət deyir ki, bunu gördüm, başa düşdüm ki, bu quruluşun bir ustası, mimarı var və mən bu mimarın varlığını qəbul elədim. Bina edənin, bənanın, ustanın, yəni varlığını qəbul etdim. Amma təəssüflər olsun ki, Allah Teala'nın mövcudluğuna aid olan o qədər açıq-aşkar dəlillər olan halda insanlar onun varlığı haqqında şübhə edirlər. Qəflətdə qalırlar. Həqiqətən də bu çox üzücü, yəni bir məsələdir. Yəni varlıq aləminin mövcudluğunda çox nadir bir toplumu çıxmaqla heç bir dəstə şəkk eləməyib, ixtilaf eləməyibdir ki, yəni varlıq aləminin mövcudluğu var. Bu da sofistlər deyilən bir dəstədir ki, bunlar inkar edir.
Amma bu aləmin necə mövcud olması mövzusunda insanlar ixtilaf edirlər. Məsələn, bəziləri deyirlər ki, aləm öz-özünə var olur. Bəziləri deyir ki, aləmin özü kimi bir varlıq tərəfindən yaradılması baş verir. Bəziləri deyirlər ki, aləmin sonsuz qüdrətə malik olan Allah tərəfindən yaradılmasıdır. Ki, bu inancla əsasən də təbəqənin məsələsidir. Ki, yəni, insanlar bu məsələdə əsasən nəzəriyyələr götürsə 3 qrupa bölünüblər. Ki, aləm öz-özünə var olub, yəni öz-özünü yaradıbdır, yaxud da aləmi özü kimi bir varlıq yaradılmışsa, təbiət yaradıb, məsələn. Aləmi bənzəri olmayan qüdrət sahibi olan, sonsuz qüdrət olan Allah Teala yaradır. Birinci fikir dediyimiz ki, aləmin öz-özündən var olması, bunlara belə cavab verilmək olar ki, Allah Teala'nın varlığını inkar etməmişdən əvvəl gərək birinci özünüzün və ətrafınızda olan şeylərin həqiqəti inkar edəsiniz. Çünki hər bir möhtac və naqis varlığın səbəbə ehtiyaclı olması inkar olunmaz. Çünki illət və mə'lul qanunu bütün fəlsəfə və kəlam elmində bu bəhs olunan bir predmetdir. Qəbul olunur ki, səbəb nəticə qanunu ilə hər bir şey gedir. Yəni, hər bir möhtac və naqis varlıq var olmaqda, daimi qalmaqda, həqiqət tapmaqda, ona həyat bəxş edəcək kamil bir varlığa möhtacdır. Yəni, ağıl qüvvəsinə əsasən, ağla əsasən söykənsək əqlimizə, aciz və inkişaf edən olsun ki, aciz və möhtac varlığın öz-özünə var olması qeyri-mümkündür. İstər bu varlıq canlı inkişaf edən olsun, istər cansız olsun, fərq etmez. Və həmin varlıq böyük olsun, istər kiçik olsun, heç bir fərqi yoxdur. Yəni, heç bir düşüncəli adam, əql sahibi, gözəl bir ev görəndə onun öz-özünə tikilməsini düşünmür. Dərhal fikirləşir ki, görürsən, bu necə bir sənətkardır ki, dahi bir şəxsiyyətdir, görünə yaradır. Məsələn, biz tarixi məkanlarımıza baxanda, məsələn, Qarabağımızda olan muzeylərdir, məscidlərdir, tikilmiş evlərdir, ki, Azərbaycanın digər güşələrində olan məkanlardır. Baxırsan ki, necə bir gözəlliklərdir, necə bir qəşəng sənət əsəri qoyulurlar. Bunun sahibi kimdir? Axtarıb tapırsan ki, məsələn, tikəni, düzəldəni, mimarı filan kəsdir, misal. Ona görə də İmam Sadiq Aleyhisselam'da hətta bir zındığa, dinsizə bu məsələni izah edəndə Şeyh Sadiq Rəhmətullah Tavhid kitabına nəql edir ki, ona deyir ki, Əla tərə ənəkə izə nəzərtə ilə binai müşəyyədin məbni əlimtə ənə ləhu baniyən və in kuntə ləm tərəl baniə və ləm tüşahiduhu. Həzrət deyir ki, görmürsən ki, sən bir bina görəndə, tikili bir ev, məkan gördükdə, onun bir ustası olduğu qənaətinə gələsən, baxmayaraq ki, sən heç ustanı heç çox görməmişsən. Yəni, heç çox görməmişsən, müşahidə eləməmişsən o şəxsi. Amma onu görmədiyin, o tikintini müşahidə etmədiyin halda, o ustanın işini, əməlini, amma onu fikirləşirsən ki, bunu tikan var. Ona belə bir sadə dəlil gətirir ki, təfəkkür elə sürəsində. Və yəni, hər bir insan fərdi olaraq özünün qədimdən mövcud olmamağını qəti elmi ilə bilir. Yəni, özünü sonradan müəyyən bir zaman, məkan, şəhər və gündə, məsəl üçün, deyək ki, bir aralıqda olmasını vicdanın, ağlın hökmü ilə dərk edir. Yəni, insan öz-özünə həyat bəxş etməsinə inanmır. Və ağlın qəbul etdiyi aşkar hökmlərlə müxalifətçilik etmək olmaz. Təbii ki, bu adam bunu qəbul etsə ki, mən özümü var etmişəm, onda bu ağılla belə müxalifətçilik etməkdir. Çünki bu iş bir varlığın eyni vaxtda həm var olmağı, həm də yox olmağını gətirir ki, bu da dəlilə ehtiyacı olmayan və aşkar bir məsələdir. Yəni, buna deyirik biz bədihi məsələlər. Yəni, dəlilə ehtiyacı olmayan bir məsələdir. Ki, yəni, insan öz-özünü var eləmək üçün həm var olmalıdır, həm də yox olmalıdır. Belə iki şey bir yerdə necə olur? Həm varam, həm yoxam. Yəni, bu məsələ təbii ki, aşkar bir məsələdir və dəlilə ehtiyacı olmayan bir məsələdir. Varlıq və yoxluğun bir araya cəm olmaqları qeyri-mümkün olan işdir. Yəni, bu inancın nəticəsi budur ki, insan mövcud olmalıdır ki, özünü yaratsın və yox olmalıdır ki, yaradılsın. Və yox olan və həyatdan məhrum olan varlıq isə kiməsə həyat bəxş edə bilməz. Yəni, biz özümüzü yaratmış olsaydıq, həyatın ziddi olan ölümü və yoxluğu özümüzdən dəf etmək qüdrətimiz də çatardır. Amma yoxluğu özümüzdən dəf edə bilmədiyimiz dəlildir ki, həyatı və varlığı bəxş edən özümüz deyilik. Əksinə başqa bir varlıqdır.
Ona görə də öz-özünə var olmaq düşüncəsi də bununla nə olur? Sabit olur, düşür, batıl olur. Digər dəstə dedi ki, aləmi yaradılışı özü kimi bir varlıq yaradıb. Təbiəti təbiət yaradıb düşüncəsi kimi. Bu da qəbul olunmaz. Niyə? Çünki hər bir insanın özü kimi bir varlıq tərəfindən yaradılmadığına dair də qəti bir elm var. Yəni, aləmdə olan hər bir şeyin faniliyi mütləqdir. Yəni, əbədi deyil də. Və fani varlıqlar isə həyat bəxş etməkdə acizdir. Məsələ budur. Çünki özü yoxluğa və faniliyə məhkumdur həmin məxluq, varlıq. Yəni, insanın ata-babalar tərəfindən yaradılmağına gəldikdə, bu işi də qəbul olunan nəzərdir. Çünki ağılın hökmünə əsasən hər bir yaradanın öz yaratdığına elmi olmalıdır. Ata-babaların bizim əcəlimizə, əzalarımıza, hissələrimizə, cismimizin dərinliklərə, incəliklərə və s. şeylərə cahil olmaqları barədə şəkkimiz yoxdur. Düzdür, belə olduğu halda nə necə yarada bilər? Ki, Əbul-Avcı adında bir əqidəsiz var idi ki, İmam Sadiq əleyhissalama sual verir ki, əleysə təz'umu ənəllaha xaliqu kulli şeyin fəqalə Əbul-Abdullah əleyhissalam bəla fəqalə ənə əxluqu deyir, sən iddia etmirsənmi ki, Allah hər şeyi yaradandır? İmam deyir ki, bəli. Buyurdu ki, mən də yaradanam, xaliqam. İmam buyurdu ki, bəs keyfə təxluqu, deyirsən, necə yaradırsan? Deyir ki, bir yerə nəcis ifraz edirəm, sonra gözləyirəm, o qutlara çevrilir, beləcə onları yaradan mən oluram. İmam Sadiq əleyhissalam deyir ki, bir şey yaradan, yaratdığının miqdarını bilməzmi? Deyir ki, əlbəttə bilər. İmam dedi ki, elə isə onları erkəyini dişisindən ayıra bilərsən, ömürlərinin nə qədər olduğunu bilərsən. Yəni, demirsən ki, o qurtlara çevrilir, o qurtları mən yaratdım. Yaxşı, onda yaratdığın qurtların erkəyin dişisini ayıra bilərsən, yəni cinsinə görə də ki, İmam deyir ki, əzzəkərə minhə minəl unsa, cinslərinə görə ayıra bilərsən və tərifu kəm umuruha fəsəkətə. Deyir, onların ömürlərini deyə bilərsən. Məsələn, bu dişinin ömrü bu qədərdir, erkək qurdun ömrü bu qədərdir. Deyir, sükut elədi, səssiz qaldı. Cavab verə bilmədi. Məsələn, görürsən, həqiqətdə də İmamlar əleyhissalam bizə bu cür incə və gözəl bir dəlillər veriblər ki, bu mövzularda əslində hər bir təfəkkür sahibinə çox gözəl, ibrətamiz, kifayət edici dəlillər mövcuddur. Yəni, ölüm yetişdikdə onların bunu nə özlərindən, nə də yaratdıqlarından dəf edib uzaqlaşdıra bilmədiklərini görürük biz. Deməli, özü varlıq və yoxluq qarşısında aciz olan varlıq başqasına həyat bəxş etməkdə acizdir. Və həmçinin də aləm və onda olan bütün varlığa nəzər edəndə onların dəyişkən olduğunu görür. Aləmin dəyişkən olması aksiyoma olduğundan, yəni aksiyomaya aiddir də, dəyişkəndir o şey. Yəni, o aksiyomaya dəlil gətirməyə ehtiyac yoxdur. Çünki yaradılış aləmində olan hər bir şey ya hərəkətdədir, ya da sabitdir. Yəni, dayanır, ya da hərəkət edilir. Məxluqat bu iki şeydən ayrı deyil. Yəni, dəlil ehtiyacı olmayan və aşkar olan bir məsələ budur ki, hər bir hərəkət mühərrikə, yəni hərəkət gətirən ehtiyaclıdır. Hər bir əsər onu vücuda gətirən müəssirə, yəni onu o ərşəyə gətirənə möhtacdır. Çünki hərəkət özü qüvvətdir və heç bir qüvvət onu vücuda gətirən olmadan var ola bilməz. Deməli, hər bir cəhətdən kiçik və böyük varlıqların hər biri üçün mühərrikin, yəni hərəkətə gətirənin mövcud olması labuddur. Çünki həmin mühərrik olmadan həyat təsəvvür olunmaz. Mesela günəş, ay, ulduz, səma, yer, göy və s. şeyləri nizamlı şəkildə hərəkət etmək, onların mühərrikin olmağından, yəni hərəkətə gətirənin olmağından xəbər verir ki, onların heç bir mühərrik olmadan hərəkət etmələri ağlın qəbul etmədiyi bir məsələdir. Yəni, heç bir şuur, təfəkkür sahibi bu deyilənləri də inkar edə bilməz. Qüvvət sahibi olmadan, qüvvət, iş görən olmadan iş ola bilər? Yox. Sənətkar olmadan sənət ola bilər? Yox. Gördüyünüz bütün bu məxluqat haradan nə cür yaranıblar? Bu kimi suallar yaradanı inkar edən kəsləri düşündürürmü? Yaxud düşündürmür, ya düşünə bilmirlər. Əgər insan kimi yaşayan canlıların, daim inkişaf edən ağacların, yerlərdə sabit qalan daşların idarə edəni yoxdursa, onları öldürən, qurudan, aradan aparan kimdir? Niyə bu varlıqlar fani və müvəqqətidir? Ölümün və fənalığın sahibi kimdir? Ölüm və fənalıq özü kim tərəfindən yaradılır və qanun olaraq qoyulur? Bunu düşünən yoxdurmu ki?
hər bir varlığın müəyyən olunmuş zamana qədər həyat sürməsi, var olması, onlara qələbə çalanın və idarə edənin mövcudluğuna dəlil deyilmi? Məgər həyat və faniliyin məxluqatın ixtiyarından xaric olduğunu biz görmürükmü? Niyə hər bir canlı ölüm qarşısında təslim olur, acizdir? Yox olan bir şeyin mövcud olmağında səbəbə ehtiyacı olduğu kimi var olan şeyin də yox olmaq üçün bir səbəbə ehtiyacı var. Yəni başqa sözlə bir şeyin özü özünə mövcud olması qeyri-mümkün olduğu kimi var olan şeyin də öz-özünə yox olmaq ardından getməsi qeyri-mümkündür. Yəni gündəlik həyatımızda, əhatəmizdə, ətrafımızda olan bəzi şeylərin fasiləsiz olaraq artdığını və bəzi şeylərin azaldığını müşahidə edirik. Bu qədər işlərin öz başına baş verməsi ki, necə mümkün ola bilər? Bəsirət ağıl sahibləri aciz olan bütün varlıqların özündən dəf edə bilmədiyini, bu ölümü, fənalığı, yəni ki, dəf edə bilməyən varlıqların müəyyən bir iradə qarşısında aciz və zəif olduqlarını aşkar biz görürük. Yəni ölüm və fənalıq öldürən və fəna edən şəxsin varlığına açıq-aşkar dəlildir. Yəni, yaradılış aləminin necə var olması barədə olan bütün ehtimalların batilliyi ki, aşkar olur bizə bununla və bir dənə yeganə yol qalır ki, hər bir canlıya və cansız həyat bəxş edən, onları idarə edən və özü möhtac olmayan kamil bir varlığın mövcudluğunu təsdiq edir. Yəni, o varlıq hər bir şeyə qadir və hakim olan Allahdır. O hər bir yaratdığının halından kamil şəkildə agahdır. Onları yaradır, qoruyur, idarə edir, öldürür. Əli əleyhissalam buyurur mübarək xutbəsində ki, Allah təbarək və təala güc və qüdrəti ilə məxluqatın bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif ki, uyğunsuzluqlarını uyğunlaşdırıb yığdı, onların hissələrini ayırmamaları üçün bir-birinə birləşdirdi. Onları müxtəlif hədd və ölçülərdə, sifət və xüsusiyyətlərdə qərar verdi. Yaradılışlarını möhkəmləndirib, öz iradə və istəyinə uyğun yaratdığı heyrətamiz bir məxluqat qərar verdi. Yəni, varlıq aləmində olan hər bir şey, hər şeydən pak olan, müqəddəs olan Allahın varlığına nişanədir. Ayədir, dəlildir, hüccətdir. Necə ki, Əli əleyhissalam deyir ki, onun sənətinin nümunələri və ya hikmətinin nişanələri yaratdığı bütün şeylərdə aşkardır. Özü gizlidir, amma əlamətləri aşkardır və yaratdığı hər bir şey dilsiz olsa belə, danışa bilməz, nitq qabiliyyəti olmasa zahirən, onun varlığına dəlildir. Varlıq aləminin nizamı onun xaliqliyinin aşkar sübutudur. Onun yaratmağının möhkəm bir hüccətdir, dəlildir. Və həmçinin Quran-ı Kərimin özündə də həqiqətən də Allah Teala neçə mübarək ayələrdə bu mövzunu qeyd vurur ki, Quran və hədislərdə bunun dəlillərini inşallah ömür və fərsi növbəti bəhsimizdə davam edərik. Elhamdülillah Rabbil aləmin.